Abdullah ibn Məktum Məkkədə anadan olmuş, Qureyş qəbiləsinə mənsub və Həzrət Xədicənin dayısı oğludur. Anasının adı Atikə, künyəsi isə Məktum idi. Bu səbəbdən xalq onu İbn Məktum deyə tanımışdır. Müsəlman olduğundan sonra Allah Rəsulu ona Abdullah adını vermişdir. Doğuşdan və kiçik yaşlarında görmə qabiliyyətini itirdiyi bildirilir. İslamın ilk günlərində müsəlman olmuş və müşriklərin təzyiqlərinə baxmayaraq imanından geri addım atmamışdır. İslam'a olan bağlılığı və elm öyrənmək həvəsi son dərəcə yüksək idi. Bu səbəbdən tez-tez Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən görüşməyə çalışar, nazil olan yeni vəhiylərdən xəbər almaq istəyərdi. Bir gün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Məkkənin qabaqcıl müşriklərini İslamı təbliğ edərkən Abdullah ibn Məktum oraya gəlib, mənə də öyrət deyərək söhbətə müdaxilə etmişdi. Lakin Allahın Rəsulu həmin anda müşriklərin qəlbinə İslam toxumları səpməyə çalışırdı. Abdullahın bu qəfil gəlişi o an üçün xoş qarşılanmadı. Peyğəmbərimiz biraz özünü çevirdi və söhbətə davam etdi. Və Abdullahın sözlərinə həmin anda cavab vermədi. Bu hadisə nəticəsində Əbəsə surəsinin ilk ayələri nazil oldu və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu münasibəti səbəbinə xəbərdarlıq aldı. Bundan sonra Abdullah ibn Məktuma xüsusi diqqət göstərmiş, onunla hər qarşılaşdığında "Ey Rəbbimin haqqında məni xəbərdar etdiyi şəxs, xoş gəlmisən" deyərək ona hörmət göstərmişdir. İlk mühacirlərdən biri olan Abdullah ibn Məktum, Musab ibn Umeyr ilə birlikdə Mədinəyə hicrət etmiş və orada Quran-Kərim öyrətməklə məşğul olmuşdur. Peyğəmbərimiz tərəfindən Bilal Həbəşi ilə birlikdə Nəbəvi məscidinə müəzzin təyin olunmuşdur. Mədinədə Peyğəmbərimizin yerinə 13 dəfə imamlıq və rəhbərlik etmişdir. Görmə qabiliyyəti olmasa da cəmaət namazlarında iştirak edərdi. Evi məsciddən uzaq olsa da bu onu dayandırmazdı. Bir dəfə cəmaət namazına gələ bilməmək üçün icazə istəmişdi. Lakin azanı eşitdiyinə görə bu istək qəbul olunmamışdı. Bu hadisə vasitəsilə görmə qabiliyyəti olmayanların dini məsuliyyətləri ilə bağlı bəzi hökmlər aydına qazanmışdır. Eyni zamanda Quran tilavəti öyrətmiş, hədis rivayət etmiş və elm yolunda çalışmışdır. Peyğəmbərimizlə bərabər müharibələrə qoşulmağı çox istəsə də, görmə qabiliyyətinin olmaması səbəbi ilə bir çox səfərlərə qoşula bilməmişdir. Lakin Qədisiyyə döyüşlərində iştirak etmişdi. "Məni bayrağın yanında saxlayın, qaça bilmərəm, amma bayrağı da buraxmaram" deyərək döyüşə qoşulmuş, 3 gün davam edən mübarizədən sonra əlində bayrağa sarılmış halda şəhid olmuşdur. Abdullah ibn Məktumun həyatı bütün fiziki maneələrə baxmayaraq elmə, ibadətə və mücadiləyə sədaqətin canlı nümunəsidir. Allah Rəsulunun ona göstərdiyi diqqət və ehtiram hər dəyərli möminin İslamda nə qədər qiymətli olduğunu göstərir. Onun həyatı səbir, iradə və səmimiyyətin gözəl nümunələrindəndir.